Kim tərəfdən? Bu şeir yazılıb Kötüyol Nəsibə, Rafael İncəyurt tərəfindən yazılıb. Mən də bəstələmişəm. Yubileyində. Bəli, özünün 70 illik yubileyində yazılıb. Şeir mənə verilib, mən də oxumuşam. İndi qaldı şeirin bəyənməyinə, mahnının oxumaq məqamına tamaşaçılar özləri qiymət versin. Allah var eləsin, hər biriniz canınız sağ olsun. Sağ ol, sağ ol. Həmişə gözəl günlərdə görüşək inşallah. Baba! Aşkını qaldın uzaqda, xəyalları salahma, gözləyirlər qazahma, Kötüyol aynası, 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 Kötüyol aynası, aynası, aynası. Tökülür xəzərə, gəlməsin nəzərə, çatdı bu vaxtın zərə, aynası, aynası, Kötüyol aynası, 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 Kötüyol aynası. Yollar yorursan, ada qulluğunda durursan, elan işlər qurursan, ələməs aynası, Kötüyol aynası, gələlməs aynası. Şair hər şeyə fikir verir abi, elə əla işlər qurursan. Yaşa, yaşa. Cəmdi başında, indi 70 yaşında, hələ 100 var qarşında. Aynası, aynası, Kötüyol aynası, 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 Kötüyol aynası. Yaşa. Yaşa. Yaxşı. Sağ ol, aşıq.